Bugünkü dərsdə biz qeydlər haqqında danışacağıq. Word proqramında müəyyən mətni yığanda elə olur ki, oxuculara müəyyən sözlər yaxud ifadələr aydın olmur. Onu izahat vermək üçün qeydlərdən istifadə olunur. Qeydlər iki cür olur. Standart və sonda göstərilən qeydlər. Gəl baxaq görək bu qeydləri Word proqramında fayllara necə yerləşdirmək olar. Qeydləri yerləşdirmək üçün keçirik ссылки yaxud reference tabına və buradan snoski bölməsindən, yəni qeydlər bölməsindən bu əmrlərdən istifadə edəcəyik. Gəliz bir neçə qeydi faylda yerləşdirək. Tutalım ki, birinci burada qeyd götürək. Deyək ki, yazılıb ki, yalnız live-da. İndi live nə deməkdir? Ola bilsin, çox adam başa düşmür. Yəni, canlı yayımdır. Bunu belə qaraldırıq. Bu ifadəni, yaxud bu sözü. Və bu bölmədən Вставить сноску, yəni qeydi yapışdır əmrini seçirik. Səhifənin aşağısında bir nömrəsi peyda olunur və burada yazmaq olar. Canlı yayım. Canlı yayım. Belə. Və oxucu bu sözə gəlib çatanda görür ki, burada bir rəqəmi var. Keçir aşağıya, səhifənin aşağısına və görür ki, burada yazılıb ki, bu canlı yayımdır. Və fikir verirsiniz, kursoru yaxınlaşdıranda həmin sözə. Və kursoru görürsünüz, forması belədir. Yaxınlaşdıranda forması biraz dəyişir. Yəni, latın i hərfin böyründə bir dənə dörd bucaq əmələ gəlir və dörd bucağın içində kvadratdır. Və dörd bucağın üstündə yazılıb canlı yayım. Yəni, oxucuya başa salınır ki, bu canlı yayımdır. Və burada fikir verirsiniz, rəqəm 1-dir. İndi keçirik səhifənin yuxarısına. Burada başa salmaq istəyir ki, MOSFET nə deməkdir? MOSFET-i qaraldırıq. Yenə də həmin əməliyyatı yerinə yetiririk. Və burada yazırıq ki, bu onlayn kazinodur. Onlayn kazino. Və fikir verirsiniz. Avtomatik olaraq canlı yayımın rəqəmi dəyişdi, oldu 2. Yəni bu ikinci qeyddir, onlayn kazino birinci qeyddir. Nəyə görə rəqəm dəyişdi? Çünki bu ifadə live-da aşağıdadır, bu ifadə isə yuxarıdadır. Avtomatik olaraq birinci gələn qeydlər aşağı rəqəmli olacaq. Yəni birinci 1 olacaq, ikinci 2 olacaq, üçüncü 3 olacaq. Yəni burada indi bir dənə də qeyd yerləşdirsək, MOSFET qalacaq 1, bu qeyd olacaq 2, canlı yayımsa olacaq 3. İndi əgər bu qeydləri bir-bir baxmaq istəyirsinizsə, tutalım ki, siz buradasınız, verirsiniz bu əmri предыдущая сноска, əvvəlki qeyd və kursor bura keçir. Burada versə следующая сноска, yəni sonraki qeyd. Kursor sizə aparır ikinci qeydə. Bu bizdə adi qeydləri. İndi gəliz sonda yerləşən qeyd yaradaq. Deyək ki, götürək bunu, idman kateqoriyasını. Elədir. Və burada artıq вставить сноску yox, вставить концевую сноску. Yəni sonda yerləşən qeydi sənədə yapışdır.
Burada yazırsınız ki tamam ki futbol, basketbol, hokey, voleybol, ve sair. Ve fikir veririz. Bu bizdə sonda yerləşən qeyddir. Görürsünüz, rəqəm 1-dir. Bu isə bizdə hər səhifənin sonunda yerləşən qeydlərdir. Görürsünüz, burada da rəqəm gəlir. 1, 2. Yəni burada qeyd yaratsaydıq, gəl burada keçirdim başqa səhifəyə. Belə eləyək. Burada görürsünüz, bu 3-cü səhifədir. Biz indi burada qeyd yaratsaydı 2-ci səhifədə, o səhifənin aşağısına gedə bilər, əgər adi qeyddirsə. Əgər axırda yerləşən qeydi götürsək, onda yerləşəcək, bax, burada 2 nömrə idi. Gəl bir dənə də qeyd burada yaradaq. Məsələn, 2-ci səhifədə, 1-ci səhifədə bizdə qeyd var. Gəl 2-ci səhifədə bir dənə qeyd yaradaq ki, aydın olsun. Deyək ki, burada götürək. Bu egzotik yarışlar. Bunu belə götürək. Və yazaq ki, deyək ki, çox yayılmamış idman növləri. Belə. Görürsünüz, 2 qeyd 1-ci səhifədə, 1 qeyd, yəni 3-cü qeyd 2-ci səhifədə. Görürsünüz, burada sıralama nömrələri gedir 1, 2, 3. Burada isə sonda yerləşən qeyddir. Ona görə rəqəmi 1-dir. Əgər qeydlərin yerini dəyişmək istəyirsə, yaxud səhv eləyibsə, ləğv eləmək istəyirsə, onu belə eləmək olar. Əvvəlcə yerlərini dəyişirik. Tutalım ki, bax, bu 2 qeyd, yəni yaxud elə götürək 3 qeydi, eləyirik sonda yerləşən qeyd. Bu qeydi isə eləyirik səhifənin axırında yerləşən qeyd. Keçirik bu səhifəyə. Belə bir pəncərə açırıq. Və burada basırıq zaminit. Axırını götürürük. Pomenять snoski, yəni qeydlərin yerini dəyiş. İndi bu 3 qeyd keçəcək aşağı, o 1 qeyd yuxarı. Fikir verdiniz? 3 dənə qeyd, səhifə qeydlər keçdi, oldu. Sonda yerləşən qeydlər. Bir dənə qeyd isə keçdi əvvələ. Yenə də açırıq bu pəncərəni. Yenə də keçirik zaminit dəyişmək pəncərəsinə və burada fikir veririz. Преобразовать все концевые сноски в обычные. Deyək ki, sonda yerləşən bütün qeydləri standart qeydlərə çevir. Basaq. Gördünüz? Çevirmə getdi. Artıq adi qeyd yoxdur. İndi eləyək belə. Bütün sonda yerləşən qeydləri adi qeydlərə çevir. Bastıq. Bağladıq. Fikir verirsiniz, axırda heç bir qeyd yoxdur. Qeydlər hamısı burada yerləşir. İkisi birinci səhifədə və ikisi ikinci səhifədə. Əgər hansısa qeydi yox eləmək istəyirsinizsə, onlayn kazinon yox eləmək istəyirsinizsə, yaxınlaşırsınız bura və 2 dəfə delete düyməsini basırsınız. 1, 2. Artıq
Qeyd yoxdur. Buradan yox eləmək mümkün deyil. Və gəl bunu yox eləyək. Gördünüz, yox elədik. Amma burada rəqəm durur. Bunu da yox eləsək, bütün məlumatı yox eləsək, rəqəm burada durur. Yəni qeydi yalnız mətnin içindən ləğv eləmək olar. Bax belə. Yaxınlaşdırdınız, delete, bir də delete, yox elədiniz. Gəliz, qaytaraq yerinə. Əgər qeydlər arasında keçid eləmək istəyirsinizsə, buradan bir-bir keçmək olar. Növbəti qeyd, əvvəlki qeyd. Növbəti qeyd, əvvəlki qeyd. Eyni şey də sonda yerləşən qeydlərə aiddir. Növbəti, sonuncu. Əgər varsa, burada görürüz, bizdə indi hal-hazırda yoxdur, ona görə keçid əmrinə gəlmir. Belə üsullarla mətnin içinə lazım olan yerdə qeydlər yerləşdirmək olar. Onların yerlərini dəyişmək olar. Onların formatında dəyişmək olar. Və onları yox eləmək olar. Bundan başqa, bu pəncərədə onların formatını dəyişmək olar. Görürsünüz, nömrələrin formatını. Nömrəni qoymaq olar. Yəni, hər səhifədə olsun, hər bölmədə olsun. 1-dən başlasın, 2-dən başlasın, 3-dən başlasın və s. və ilahi. Və burada 1 sütun olsun, 2 sütun olsun, 3 sütun olsun, 4 sütun olsun. Bunların hamısını bax bu pəncərədə, yəni buradan dəyişmək mümkündür. Bugünə bu qədər. Təşəkkürlər.